Salam dostlar, hər vaxtınız xeyirli olsun. Dostlar, qısa bir fikrimi paylaşacağım bir məsələ ilə bağlı. Deməli, bu şəkildə görürsünüz, Teymur Eminbəylidir və İsa Qəmbərdir. Bunu Teymur Eminbəyli efirinə çıxardıb və çox maraqlıdır ki, bu Teymur Eminbəylisi və yaxud da digər olsun, nədən bunları gündəmə gətirirsiniz ki? Bu İsa Qəmbərdir, bu nə bilim Arif Hacılısıdır, bu Əli Kərimlisidir və Cəmil Həsənlisidir və digərlərdir. Qardaş, bu adamlar neçə ildir bu milləti satdılar ya Əliyev rejiminə. Neçə ildir bu milləti ələ sala doluya mövcud xain alçaq Əliyev rejiminə vaxt qazandırdılar. Onlara satdılar ya milləti. 2003'də milləti həmin bax bu şəkildə gördüyünüz bu adamlar nədir bu İsa Qəmbər və digər olsun, Cəmil Həsənin hamısı meydanda tək qoydular. Milləti satdılar bu rejimə. Bunların heç bir ideologiyası yox. Bunların bu rejimi devirməsi ilə bağlı Azərbaycanda yeni bir hakimiyyət qurulsun, Azərbaycanda yeni bir belə deyək də bir sistem qurulsun, ədalətli bir sistem qurulsun, müstəqil məhkəmənin olması uğrunda. Yəni bir partiya başqanı kimi bunların heç bir əməli yoxdur. Bunları niyə gündəmə gətirirsiniz? Ay nədir, Teymur Eminbəyli və digərlər olsun. Bunları niyə gündəmə gətirirsiniz ki? Yəni milləti alladıblar da, bu millətin evladının biri mən. Məni alladanı çıxarırsan evrə siyasətçi kimi göstərirsən. Belə olan halda, ay Teymur Eminbəyli, mən onsuz da İsa Qəmbərə inanmıram. Bu bizim inancımızı qırıb darmadağın eləyiblər. Bunlar bizi satıblar 2003'də. Bunun yanında da sənə də inanmamağa başlayıram. Məsələ burasındadır. Yəni vətəndaşlar, xalq, insanlar belə davranır. Apardığınız işi bir düzgün aparın, bir ədalətli olun, bir şərəfli olun. Bu adamları nə gündəmə gətirsiniz? Bu adamların Azərbaycan xalqının bu rejimi devirsin, onun yerinə bir milli hakimiyyət qurulsun, İlham Əliyev rejimi, İlham Əliyev ailəsi, sülaləsi cəhənnəmə olsun, geçsin. Bunların belə bir fikri yoxdur. Belə bir fikri olan adam 2003'də xalqı meydanda tək qoymazdı. Xalqı satdılar bunlar. Xalqı bunlar təşkilatlandırmadılar. Xalqı bir gücə çevirmədilər. Yəni xalqı söz sahibi eləmədilər. Ömür boyu oturdular, İlham Əliyev oğurladın, astın, kəstin, öldürdün. Yəni onu biz də deyirik də. Yəni bunların işi o deyil ki. Bunların işi xalqı təşkilatlandırmaqdır, yönləndirməkdir, yön verməkdir, yol göstərməkdir. Axı bunlar yol göstərəndir. Yol göstərəndir, öndə gedəndir, liderdir özlərinin dediyinə görə. Partiya başkanı olarak. Axı belə bir şey yoxdur axı bunlarda. Xalqın önündə geçsinlər, xalqa yol göstərsinlər, xalqı təşkilatlandırsınlar, bir gücə çevirsinlər. Laf deyək ki, daxildə problemdir, buna imkan yaratmırlar, xaricdə elə bilərlər. Bu da yoxdur yəni. Xaricdəkilərə də sənət veriblər, oturum sənəti. Satıblar, oturumlarını alıblar, cəmaət sakit qalıb. Səsi də çıxmır. Niyə çıxmır? Çünki pulu verib alıbdır. Pul verib sənət alıb, gedib oturum alıb. Siyasi sənət saxta. Pis qurtardı, getdi. Gedib oturum alıb. Bunun səsi niyə çıxsın ki? Pulumu vermişəm, işimi görmüşəm. Amma ortalıqda səmimi olaraq, həqiqətində xalqı siyasətə, mübarizəyə daşsaydılar, hətta bunun yanında dəstək verədilər, oturumu almaq üçün falan, hər bir tərəfli də insanları bir yerə yığardılar, təşkilatlandırırdılar, bir gücə çevirə. Yəni bunlarda belə bir şey yoxdur. Bunları niyə gündəmə gətirirsiniz? Ay Teymur Eminbəyli. Belə siyasət mi olar, belə mübarizə mi olar? Adını da qoyurlar ki, sonrasında deyirlər demokratiyada hər kəs çıxsın sözünü desin. Qardaş, bu adamların sözü qurtarıb da. Başa düşürsünüz, onların dediyini biz deyirik də. Bunların üstünə düşən vəzifəni bunlar özləri yerinə getirmir. Onun dediyini mən də deyirəm da, Teymur, sən də deyirsən, o birisi də deyir. Bunların vəzifəsi o deyil. Bunların vəzifəsi xalqı təşkilatlandırmaq, böyük bir gücə çevirmək, bu rejimə qarşı meydanlara tökmək, bu rejimi devirmək, bu rejimin yerinə xalqın şərəfli oğullarını gətirmək və yaxud da özləri bir partiya başkanı kimi ölkə başına gəlmək kimi bir fikirləri varsa, niyyətləri varsa, məqsədləri varsa, prinsipialdırlarsa bu şeydə, idealistdirlərsə, olsun, bunlar olsun. Axı bu da yoxdur bunlarda, qardaş. Bunları niyə gündəmə gətirirsiniz? Nə vaxta kimi bu satqınları, ikiyüzlüləri, bu xainləri gündəmə gətirəsiniz? Yəni bu bizim nəyimizə lazımdır ki? Bu xalqın nəyinə lazımdır? Bu İsa Qəmbərlər, bu nə bilim Əli Kərimlər, bu nə bilim Cəmil Həsənlər. Qardaş, bunların bazarı bağlanıb, bunlar
bizim kimi blogerlik eləyir, nə bilim, çıxıb danışır, sıravi vətəndaş kimi. Bunlar partiya başkanı kimi danışmır ki. Vallahi bu yetər də, bunu niyə gündəmə gətirsiniz ki, bu kimə lazımdır bunlar? İmkan verin, yeni nəfəs gəlsin də, sonra deyirsiniz ki, insanlara gəlin, üzə çıxın, mübarizə olaq, dəstək verin, birlikdə iş aparaq, yeni simalar çıxsın. Və sən yeni simaları nətər çıxardasan, ay, nədir, Teymur Emin bəy, nətər çıxardasınız? Sizin o birliyə çağırmaq istədiyiniz, çağırdığınız o yeni simalar bəmən bu İsa qəmbərlər tərəfindən aldanan adamlardır. Onlar gəlməyəcəklər axı. Bunu niyə edirsiniz axı? Son qoyun da bu satqınları, bu xainləri, 2003'də bu milləti pula satanları gündəmə gətirməyə son qoyun. Adamsız, adamlığınız olsun, adam balasısınız. Ayıbdır, bəstirin, nə qədər deyəcəyik biz? Belə şey olar, qardaş. Bunlar bizi xilas eləmədi də. Bunların marağında yoxdur. Bunların heç bir ideologiyası yox, heç bir fikirləri yox, məqsədləri yoxdur. Yəni bizi xalq olaraq təşkilatlandırıb, bu rejimin üstünə qaldırıb, bu rejimi devirib, onun yerinə xalqın hakimiyyətini qurmaq kimi bir fikirləri yoxdur. Yoxdur, eşitməmişik bunlardan belə bir şey. Ay, yığışdırın da bunları gündəmə gətirmək. Nə qədər olacaq, qardaş? Belə şey mi olar? Ona görə xalq birləşə bilmir də. Ona görə millət uzaq qaçır da siyasətdən, mübarizədən. Qardaş, dünən xalqa aldadanı bu günlərim gənə gündəmə gətirirsiniz. Xalqa sırırsınız ki, alın, baxın, siyasətçidir. Demokratiyada öz fikrini deyir. Qardaş, fikriniz adını saxlasın özünə. Nə demokratiya? Bunlar nə bilirlər demokratiya nədir? Demokrat insan xalqını başına yığar. Demokrat insan xalqını təşkilatlandırar, bir partiya başkanı kimi. Bir gücə çevirlər. Onun ləyaqətli aydınlarını yığar bir yerə. Ləyaqətli oğullarını, qızlarını yığar bir yerə, bir gücə çevirər. Bunlarda bu şey yoxdur. Ümumiyyətcə partiya başkanı olaraq bunların heç bir məqsədi yoxdur. Yəni bu rejimi devirim, bunun başına gəlim. Belə bir fikirləri, məqsədləri yoxdur. Bunları niyə gündəmə gətirirsiniz? Niyə? Yəni kimə lazımdır ki? Ay, Teymur Emin bəyli və digərlər olsun. Bu Sevinç Osman qızı da. Bunları niyə gətirirsiniz gündəmə? Bu bizim nəyimizə lazımdır? Axı bizi satıblar axı bunlar. Bunlar bizi aldadıblar. Bunlar neçə illərdir bizi ələ sala aldada vaxtımızı oğru və Əliyev rejiminə dolayısı yolla və yaxud da birbaşa qazandırıblar, veriblər. Bunları bizə nəyə sırırsınız, qardaş? Axı biz bunları siyasətçi kimi tanımırıq. Biz bunları mübariz adam kimi tanımırıq. Yığışdırın da, qardaş, olmaz axı belə şeylər. Mən bir mübarizə aparan adam kimi meydanda özüm belə baxıram vəziyyətə iyrənirəm. Təsəvvür edirsiniz siz. Mən Rafael Piriyev bu qədər cəsarəti olan, ağlı olan, şərəfi olan, heç şeydən qorxmayan, çəkinməyən, həqiqəti olduğu kimi deyən, mənim kimi bir adam görüb bunu iyrənirəm, iyrənirəm. And olsun Allaha ki, bu nə meydandır belə, bu nə mübarizədir belə. Satqını, xaini gətir, doldur efirə ki, alayım, baxın, ay millət, siyasətçidir. İndi görün, sıravi vətəndaş buna baxıb nə düşünür? Hansı düşüncə içərisinə girir? O gələrmi bizim yanımıza? O gələrmi böyük gücə çevrilməyə? Gələrmi? Yox, çünki aldanıb. O satılıb, 2003'də onu satıblar. İlham Əliyev rejiminə satdılar. Onun hakimiyyətini satdılar İlham Əliyev rejiminə. Həmən bu İsa qəmbərlər, həmən bu Arif Hazırlar, həmən Əli Kərimlər, qənimət terimi, Cəmil Həsənlilər, hamısı. Bunlar hamısı bu gündədir. Yəni bunları niyə gətirirsiniz ki gündəmə? Kimə lazımdır ki, qardaş? Yığışdırın da, yetər də artıq. Mübarizəni adam kimi aparın, kişiliyiniz olsun, ləyaqətiniz olsun, abrınız, əyəniz olsun, hə? İyrənir ya adam, Allah'ın olsun iyrənir adam. Bu nədir belə? Bu nəyin mübarizəsidir, qardaş? Müstəqil olun, qətiyyətli olun, iradəli olun. Bu nədir belə? Yəni adını demokratiya yox, satqınları gətir təzdən bizə siyasətçi kimi sıra. Bu nə vaxta kimi? Yetər də artıq. Məndən bu qədər dostlar, sağ olun. Allah amanda qalın.